Salam ay arvad. Aleyküm salam, siz kimsiz? Mən sənin qanuni ərin. Ay, Yekə xan sənsən? Mənəm. Gəl bir salamlaşaq. Biraz sağa gedin. Aha, İndi biraz sola. aha, Yox, sola. Düz gəlindi. aha. Şimdi cəhənnəm olun arvadla salamlaşım da. Postu terk edirik. Terk edirik postu. Üzü görək, ay Yekə xan. Demə. Bu axranlar imkan verir ki, mənim üzümü kimsə görsün. Nə küçədə mənə kimsə yaxınlaşa bilir, nə də işdə. Gəldim bura ki, bunların əlindən normal istirahət edeyim bağda. Burada da imkan vermirlər. Bu axran mənim üçün baş ağrısı olub gedib də. Canım sədrin başı ağrıyır. Başı ağrıyır, başı. Demədim rədd olun buradan. Postu terk edirik. Canım Axı söz dedim arvadla salamlaşıb görüşmək istəyirəm. Terk edirik postu. Mənə də qoşmusan bu axranı. Bezmişəm bunların əlindən. Ay Yekə xan, axı mənə can güdən lazım deyil. Kəsəz. Bir də belə şey danışma. Sən harda görmüsən ki, Azərbaycanda məmur arvadı, mağazinə, produka, gözəllik salonuna axransız getsin. Mümkündür. Amma bu gün rahat ola bilərsən. Bütün axranları zad eləmişəm, qovalamışam. Bu gün yalnız ikimiz olacaq. Sən və mən. Sənin üçün çox darıxmışam. Mən də sənin üçün darıxmışam, əzizim. İlk görüşümüzü xatırlayırsanmı? Əlbəttə. Bəs sən? O günü yaddan çıxartmaq olarmı? Yaxşı yadımları o vaxtda 28-də səndən ilk dəfə görüşəndə bir... Dayan görüm. Siz nə sırtıq adamlarsınız? Demədim cəhənnəm olun buradan. Cənab sədr bizi qovdu, postu terk edirik. Üstünüzə nə deyim sizin? Heyif deyildi əvvəllər. Bax, balaca bağımız vardı. Nasıl olsun o da? Yarımca sot torpaq. Hər şeyi özün eləyirdin. Bağ belləyirdin, pomidor, xiyar əkirdin. Başa düşmədim. Elə bilirsən indi əkə bilmərəm. Lapatkanı ver bura görməz. Başda. Bağ belləyirdin. İndi sənə bir dənə pomidor əkim, sən də bax. Cana işi. Cənab sədr, pomidor atır yetişmişdir. Sən kimsən, hə? Mən pomidor işdili. Sən pomidor deyilsən. Sən xiyarsan. Cəhənnəm olay buradan. Cənab sədr xiyar istəyir. Salam Yekə xan. Vay. Ən axır ki bir normal sifətdə bir insan gördüm. Nə yaxşı ki sənin kimi qonşun var. Nə olub, niyə əsəbləşirsən? Bir dərdləşməyə adam var. Nətər əsəbləşməyim. Ay ahuzar qonşum. Bu axranların əlindən bax, girinc olmuşam. Bir normal sifətdə adam da yoxdur. Adama da oxşamırlar. Vay. Yaxşı, indi tələsirəm. Axşam gələrik, qəşəng söhbət eləyək. Nə deyirəm, bir stikanda çay içərik. Sağ ol. Görsən, bax burada bəxtimiz gətirib. Həm gözəl qonşumuz var, həm də gözəl bağımız. Düz deyirsən, gözəl bağdır. Amma bir əngəli var. Конечно, bir əngəl olmalıdır da. Bax, nədən naşükürlük eləmək istəyirsən yenə? Yox, əzizim. Deyirəm ki, vaxtın olanda o həyətdəki ayaq yolunu biraz evə yaxın elə. Çox uzaqdır, az qalıb, tualetə də şoferlə gedim. Başa düşmərim, sən tualetə peşkom gedirdin ki. Zarafat edirəm, arvad, sən biraz səbirli ol. Mənə biraz imkan ver, mən yüngülləşim, işim çox. Bax, sənin xətrinə o tualeti öz əllərimlə
zəhmət çəkə-çəkə gətirib qoymuşam ki, uje. Salam cənab sədir. Demədim, rədd olun buradan. Bağışla. Postu tərk edirəm. Sənin postuna nə deyim mən? Cəmaat gedir, Monte Carlo'da post qurur. Maldivdə post qurur. Bunlar gör harda post qururlar. Yaman istidir, heç külək də əsmir. Buranın bu bürküləri başlayanda nəfəs almaq olmur. Vay. Aha, əcəb sərin gəldi. Görsən, yel də əsdi, bax. Yenə sizsiz? Demədim, rədd olun buradan. Cənab sədir bizi qovdu. Hasarı düzelt sonra qovulursan qovul. İnsana sözü bir dəfə deyərlər. Ay kişi, yaxşı yadıma düşdü. Çoxdan səndən soruşmaq istəyirəm. Bax, bağda bu 10 metrəlik hasarı neynirsən? Arvad, hamı soruşdu, bircə sən qaldın. Mən bu 10 metrəlik hasarı xalq üçün tikmişəm. Xalq üçün. Özdə bu 10 metrəlik hasarı tikməklə mən adi insanları böyük günahdan qoruyuram. Hansı günahdan? Özün fikirləş. Bizim hasarımız 1 metrəlik olsaydı, hamı bizim həyətimizdəki 5 mərtəbəli villanı, 42 dənə qulluqçudu, 78 dənə axranımızı, 170 dənə avtomobilimizi görüb paxıllıq eləyəcəkdi? Eləyəcəkdi. Ot, paxıllıq isə dünyada ən böyük günahdır. Sağ olay kişi. Sən gör nə qədər savab qazanırsan. Nə? Savabı adi insanlar qazanır. Mənim kimi maxnatı məmurlar pul qazanır. Pul! Özdə yadında saxla. Bu cür şəraiti adi savabla tikmək mümkündür. Mümkündür! Ay Yekə xan. Vay, Deyirəm, vay, bazara vay. gedirəm, bəlkə bir şey lazımdır. Ay qonşu, ay ahuzar. Bax, sənin canının sağlığından 1 kilo olsa mənə alarsan. Həqiqi deyirəm, bəlkə bir Həqiqi bir heç şey nə istəyir. lazımdır. De görür. Yaxşı. 2 kilo olsa ikra alarsan. Şək badımcan ikrası. Hədi nə badımcan ikrası səndə. Badımcan ikrasının harası qəşəkdir səndə. Qara ikra, qara. Oldu. Oldu. Bu insan qızıldır. Bax, belə gedir deyir, nə qulluq eləyim. Belə gedir deyir, nə qulluq. Çox, xətrini çox istəyirəm, arvad. Saat da tamam oldu. Qoş, televizoru xəbərlərə baxaq. Salam, xəbərlərə baxırsınız. Günün baş xəbərləri. Heç xoşum gəlmir bunun xəbər aparmağından. Hayf deyil Dilarə. Hansı Dilarə? Çalçağıra aparan Dilarəni deyirəm. Dilarə aparsaydı, əla olardı. Salam, xəbərlərə baxırsınız. Günün baş xəbərləri. Tapşırığı yerinə yetirdik, postu tərk edirik. Siz nə axmaq adamlarsınız, hə? Cəhənnəm olun oradan. Sən... Gör, bunlar nətər gedib televiziya çıxır. Əsəbləşmə ay kişi, əsəbləşmə. Gəl biraz dərdləşək. Dərdləşək deyirsən, dərdləşək də. Bax əzizim, hər şeyimiz var, hər şey çox gözəldir. Amma çoxdan sən demək istəyirəm ki, cəmi bir uşağımız var. İkincisi olsaydı əla olardı, hə? Nə deyirəm, ay arvad? Mən də səndən razı. Açığı, mən də ikinci uşaq istəyirəm. Amma indi yox. Seçkilərdən sonra. Seçkilər yox. Salam ata. Oo. Adını çək, qulağını buruş. Ata,
Axşam uşaqlarla şəhərə çıxacağıq. Mənə biraz pul ver də. Biraz ne kadar? Nə bilim 5. 5.000. Yox, 5 kilo. 5 kilo istiyorsan git garajdan götür. Yerin ki bilirsen. Qudurtma onu. Dayan göre ya bala. Gör Sədir abinin ne diyor. Xəbərin var? Bütün qəzetlər, telekanallar bizim bu oğlumuzdan danışır. Ne danışır? Bu de, özün bax. Yazırlar ki, bahalı maşında 200 kilometr sürətlə adam vurub öldürüb. Xəbərim var mənim o xəbərdən. Sən gör, gül kimi uşağı nə tər şərləyirlər. Birincisi saatda 200 ilə yox, saatda 195 ilə hərəkət edirdi o. Bu jurnalistlər ölür hər şeyi şişirtməkdən ötürü. İkincisi onun o vurduğu adam ölüb eləməyib. Getdim gördüm mən onu. Gül kimi insan uzanıb özü üçün Balnisada komada. Bunun nəyi pisliği? Dünya alem vecinə deyil. Dünya alem vecinə deyil. Ay mən nə bilim, neftin qiyməti düşdü. Ay mən nə bilim, sanksiyalar tətbiq olundu. Ay mən nə bilim, həci qaçdı, gözdü, nə bilim. Qaçdı, get bala, get. Özdə bura bax. Restoranda sənə kimsə nəsə desə, sən o adama söz atma. Çıxart tapançanı, güllə at. Aydındır? Yekə xan, Vay. Allah oğlunu saxlasın. Sağ ol, hamısını saxlasın. Deyirəm maşallah, nə vaxt görmürəm idmandadır. Hadi idmancı, nə idmana vermişsən? Nə idmanı? O maşını deyirəm, Range Rover idman. Range Rover sportu deyir, arvad. Yadıma yer bir tədbir vardı, 170 dənə getmişdi. Görürsən, uşağa da fikir verir bu adam. Onun xətridir, mən çox istəyirəm. Sənin də yuxun gəldi. Deyirəm, axşam olsaydı, yatardıq. Buyur. Ya sizdə Sima adında şey var. Buna bak. Bu uzunduraza bak. Sen bu boyda Sverçok görmüştün. Açgılı Sverçok. Cehennem ol ne buradan? Postu tərk edirik. Güneşi qaytarın yerine sonra hara terk olursun, terk olur. Yekə xan, oğlumuzu gördün, necə böyüyüb. Gördüm arvad. Belə getsə gələk bu yaxınlarda onun da toyunu eləyək. Toy, nə yaxşı, harda eləyək toyu? Nötər yəni harda? Bu tapalasidə. O nədir? Bu tapalasi Nazirlər Kabinetinin filialı. Bu saatsa şəhərdə ən gözəl kafeteriya orada. Bak orada. Əzizim, istəyirəm toyunda da Elçin Hüseynov oxusun. Yox, Sevda Yahyayeva oxusa ondan daha gözəl. Yox, Elçin Hüseynov yaxşıdır. Dedim Sevda Yahyayeva. Dedim ki Elçin. Sevda Yahyayeva oxuyacaq toyda. Elçin. Ay qız bir dəqiqə dayan. Qoy ikisi də oxusun. Dudağına gülüş konup gülüşüne vurulmuşam, gülüşüne koşulmuşam, gülüşüne koşulmuşam, koşulmuşam. Ne bir güsse ne bir keder, ömür günü hoş olmuşam, ömür günü hoş olmuşam, ömür günü hoş olmuşam, hoş olmuşam. Könlüm qəmin eylər, dilim nəğmələr söylər, tək mənə bircə kəlmə sevirəmdi. Könlüm qəmin eylər, dilim nəğmələr söylər, tək mənə bircə kəlmə sevirəmdi. Sən də onun tayısan, hə? Sənin üçün özüm boyda çəkiç hazırlamışam.
Bir dənə udarla səni basdıracağım yerə. Sən, sənə get desəm inciyərsən. Get, rədd ol buradan. Sən də, cəmaata da əziyyət verib getmişsiniz bura. Heç olmasa qarajdan ərəsinə 1 kilo pul verin. Hörmət mənasında. Biabır elədiniz məni. Əzizim deyirəm ki, bu axıran da başımıza bəla olub. Görəsən nə vaxta kimi belə davam eləyəcək? Ən azı 20 il arvad. 20 il? Niyə? Çünki Azərbaycanda vəzifəyə gələn hər bir şəxs oranı ən azı 20 il tərk eləmir. 20 il! Nağaya, gələk biz də dözək. Yaxşı arvad, bu axıranlar bugün mənim qanımı qəşəkcənə içdilər. Sveji выжатый sok kimi. Tak что dur, gedək şəhərə. Gedək. Ay Yekəxan, hara gedirsiz? Vay, Bəs vay. axşam söhbət, çay, ləbləbi. Ay qonşu, ay ahuzar, bax burada bir dənə normalını, bir dənə fərli adam varsa, o da sənsən. Çox sağ ol. Qardaşın Mahuzara da məndən salam. Nə oldu? Göndərən sağ olsun. Gələn dəfə mütləq səninlə bir nərd oynayacaq. Sizə yaxşı Sağ ol, yol, sağ sağ ol. salamat. Hazırlıq nömrə 1 cənab sədr şəhərə gedir. Nə? Sən də? Mən bildim sən ikram. Postu tərk edirik. Cabir İmanov, Təhnə Məmmədova. Azərbaycan estradasının ulduzları Sevda Yahyayeva, Elçin Hüseynov.